Kollegalar, hələ iclasın əvvəlində var. Gəlin mən sizə Luçi bir dənə anekdot danışım. Buyurun Elmar müəllim, danışın anekdotu. Karoçi, 3 dənə xarici işlər naziri görüşür. Lavrov, Nalbandiyan, bir də Elza Seyidcahan. Əşi yox, Elmar Məmmədiyarov. Buna bax, həmişə adı yadımdan çıxır. Karoçi, 3 dənə xarici işlər naziri görüşür. Lavrov, Nalbandiyan, Elmar Məmmədiyarov, bir də nədir o, OBS-nin zatları. Həmsədrləri. Ay sağ ol, həmsədirləri. Хотя zatları im больше годится. Короче, 3 dənə xarici işlər naziri görüşür. Lavrov, Nalbandiyan, Elmar Məmmədiyarov, OBS-nin həmsədirləri. И все. Oy. Elmar müəllim, Hə. bir sual verim. Buyur. Üzr istəyirəm sizdən. Amma bu anekdotun nəyi gülməli idi, ha? Başa düşmədiniz? Yox. Siz de başa düşmədiniz? 1000 dəfə görüşüblər, ortalıqda bir şey yoktu. Bu 20 çoktu, ne kadar bunlara bilet pulu, samanet pulu. Atel pulu. Yemek pulu. Oy. Elmar müəllim. Mən çoxdan sizdən soruşmaq istəyirdim. Buyur. Bu Nalbandiyan necə adamdır? Onun Nalbandiyan da öyle, o Dalbandiyandır. Sargısyan da layıqıdır. Gülməlidir bu. Gülməlidir. Yaxşı, gidin bir daha telefonla danışıb gəlirəm. Gedin, gedin.